Rəqəmsal məktəb platformasından sinif rəhbəri kimi işimizi asanlaşdıracaq bir neçə deməli sizə tapşırıq göstərmək istəyirəm. Əlbəttə ki, biz sinif rəhbəri kimi həmin sinifin jurnalına daxil olduqdan sonra bizim qarşımıza həmin fənlər və müəllimlər görürük burada. Biz hansı fənnin, misal üçün imtahan hesabatına baxmaq istəyiriksə, həmin fənnin qarşısındakı imtahan sözünün üzərinə vururuq və bu zaman qarşımızda belə bir xana açılır və biz sonra hesabat hissəyə gəlirik. Çünki biz hesabatları görmək istəyirik. Yarım il qiymətləri və illik qiymətlərlə tanış olmaq istəyirik. Bəs necə edək ki, biz bu qiymətləri birdən hamısını kopya edə bilmirik, tək-tək kopyalanır və bu qiymətlərdən hesabat hazırlayaq. Bunun üçün yuxarı sağda eksport işarəsi var. Bunun üzərinə vurduqda bizim qarşımıza iki pəncərə açılır. Lakin biz XLS seçirik. Çünki biz sənədin Excel olmasını istəyirik ki, daha rahat redaktələrimizi edə bilək və seçdikdə bu hazırlanır və sonra isə yüklə işarəsi gələcəkdir. Çox qısa müddət ərzində sənəd yüklənir əslində. Yüklendikdən sonra isə həmin Excel sənəd belə bir formada açılacaqdır. Formada belə açılır və biz redaksiyanı aktivləşdirdikdən sonra baxın, mənə məhz uşaqların siyahısı var. Mən əvvəlcədən artıq belə bir siyahını özüm üçün formalaşdırmışam və adlar ardıcıl gəlir. Ona görə də rahatlıqla sənədi qiymətləri kopyalayıb götürə bilirik. Mənə şagirdlərin ikinci yarım il qiymətləri lazım olduğu üçün mən şagirdlərin ikinci yarım il qiymətlərini asanlıqla kopyaladıqdan sonra onların fiziki tərbiyədən qiymətlərini fiziki tərbiyə xanasına rahatlıqla yerləşdirirəm. Diqqətiniz üçün təşəkkür edirəm.